Bugün Avropa Parlamenti Ukrayna üzrə qətnamə qəbul edib. APA xəbər verir ki, bu barədə Evropeyskaya Pravda məlumat yayıb. Qətnamə gələcək sülh sazişinin Ukraynaya NATO-nun Vaşinqton müqaviləsinin 5-ci maddəsi səviyyəsində təhlükəsizlik zəmanətləri təqdim etməsini, aqressiya və hərbi cinayətlərə görə təqsirkarların məsuliyyətə cəlb edilməsini, həmçinin Rusiyanı Ukraynaya vurduğu bütün ziyanı kompensasiya etməyə məcbur edilməsini tələb edir. Qətnamədə qeyd olunur ki, hər bir sülh razılaşması Ukraynanın suverenliyinə və ərazi bütövlüyünü müdafiə etmə imkanına xələl gətirməməli, həmçinin Ukraynanın öz siyasi və təhlükəsizlik ittifaqlarını Rusiyanın hər hansı veto tələbi olmadan sərbəst müəyyən etmə hüququnu təmin etməlidir. Sənəddə bildirilir ki, davamlı sülh razılaşmasından əvvəl tam atəşkəs təmin olunmalıdır və Ukraynanın müvəqqəti işğal olunmuş əraziləri Avropa İttifaqı tərəfindən heç vaxt Rusiya ərazisi kimi tanınmayacaq. Avropa Parlamenti üzv dövlətləri dondurulmuş Rusiya aktivləri hesabına reparasiya krediti mexanizmini tez bir zamanda qəbul etməyə çağırıb. Qətnaməyə əsasən Avropa İttifaqının Rusiyaya qarşı sanksiyaları yalnız Ukrayna ilə sülh sazişi tam şəkildə razılaşdırıldıqdan və icra olunduqdan sonra aradan qaldırıla bilər.